Salam əziz izləyicilərim, gəlin baxaq. Düşündüyünüz insan düşünürmü və nə düşünür haqqınızda? Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Şəxsi baxım istəsəniz, altda Instagram səhifəmin linki və adı göstərilib. Keçid edib əlaqə saxlaya bilərsiniz. Gəlin baxaq. Bir insan tutursunuz ağınızdan, ona fokuslanırsınız və gəlin baxaq, o insan düşünürmü və nə düşünür? Deməli, bu insan düşünməməyə çalışır, lakin istəsə də, istəməsə də qarşısına elə şeylər çıxır ki, hansı ki, onu düşünməyə vadar edir. Yəni, düşünmək istəməsə də düşünməli olur və burada düşüncələri daha çox, deməli, keçmişlə bağlıdır və əvvəlcədən, yəni keçmişdə yaşanan hadisələrlə və sizinlə bağlı əlbəttə ki, keçmişdə aranızda baş verən danışıqla, söz-söhbətlə və ümumiyyətcə dediyiniz sözləri analiz edir və keçmişlə bağlı hər hansı bir dava, nəsə bir danışıq, amma negativ bir danışıq vardısa, bunu düşünür bu insan və həmçinin də bunda, yəni bu insanda çoxlu hirslənmə və qıcıqlanma hissi var bu dediyiniz sözlərə, aranızda keçən söz-söhbətlərə qarşı və sizə qarşı çoxlu hirslənir və həmçinin də bu keçmişdəki baş verən hadisələrə də hirslənməyi var ki, niyə bu baş verdi, niyə belə oldu, gərək belə edəydim, belə danışaydım, belə cavab verəydim, yəni belə fikirlərlə doludur bu insanın ağlı.